Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Makkofi deyilən ərazidə marşrutdan 202 nömrəli marşrutdan təxmini bir 40-50 metr məsafədə qoşa daşdan inşa olunmuş 7-8 daş kürsüdə şəxsi inşa olunmuş bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizin nəzərinizə çatdıracağam. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev Quruqaboy qoşadır. Bura bir maşın həyətinə daxil ola bilər. Sadəcə ev sahibi bu pləkanı burada qabağı çox çəkib. Yəni pləkanı buradan da verib o əraziyə belə sala bilərlər. Maşın rahat həyətə daxil ola bilər. Demək, buradan evin yan tərəfləri açıqdır. Bu tərəfdən də demək darvaza qoyub maşını salmaq olar, mümkündür. Yəni yer var. Evin yan tərəfləri hamısı açıqdır. Havalanmaya tam uyğundur. Gördüyünüz kimi hörmətli izləyicilər. Evin hər tərəfləri açıqdır. Yeri yaxşıdır. Yəni bu evin torpağı böyük olsa, həqiqətən mən sizin nəzərinizə çatdırım, hörmətli izləyicilər. 100-105 min civarındadır. Yerinə görə olar. Sadəcə həyəti balaca olduğu üçün ev biraz ucuz qoyulub. İndi nəzərinizə çatdıracağam, sonda qiyməti sizin nəzərinizə çatdıracağam. Yəni büdcəsi olanlar üçün, yeri yaxşı olmaq üçün ən əlverişli qoşa daşdan inşa olunmuş bir evdir. Şəxsi inşa olunmuş bir evdir. Gördüyünüz kimi evin xarici görünüşüdür. Qalxırıq yuxarı. İndi evin özünün içinə tanış olaq. Qalxan kimi, demək burada kombi sistemləridir. Gördüyünüz kimi kombidir, pitmunutkada ayrı-ayrı elib ev sahibi. Baxın. Buradan daxil oluruq evin içinə. Girən kimi evin dəhliz hissəsidir. Dəhlizi haradasa təxmini 1.20-1.30 olar. Ev təmirli evdir. Kip evdir. Yəni kim kip ev istəyirsə, təmiz, sərgəli ev istəyirsə, ev həqiqətən kip evdir, sərgəli evdir. Bura mətbəx hissəsidir. Mətbəxi düzdür, biraz balaca da olsa, amma evin otaqları genişdir. Həqiqətən ürək açan otaqların genişliyinə görə. Qapıları təmiz taxta qapılardır. Yəni dizayn da yaxşı, bunu sadəcə rəyləmək lazımdır. Sağda bir geniş yataq otağıdır, 16 kvadratdır. Bu otaqları genişdir, həqiqətən ürək açandır. Pəncərələr tam rahat, görürsünüz öz zabonun içindədir, tam rahat evin içinə işıq düşür. Burada solda hamamıdır. Hamamı da təmiri vəziyyətdədir, gördüyünüz kimi hamamı təmiri vəziyyətdədir. Sağda gördüyünüz kimi qonaq otağıdır, haradasa 22 kvadratda qonaq otağıdır. Yenə də öz həyətinə baxır, pəncərələri tam rahat, işıqlıdır, gördüyünüz kimi. Bura sanitar qovşağıdır, ayrıdır. Yəni sanitar qovşağı ilə hamam ayrı-ayrıdır. Sonda burada da bir dənə uşaq otağı. Uşaq otağı da həqiqətən çox genişdir. Bu da aradası 14-15 kvadrat olar. Buranın da pəncərəsi tam açıqdır. Havalı ev istəyənlər üçün yəni çox önəmli bir evdir. Yeri də yaxşıdır, çox gözəl evdir, kip evdir. Gələn adam özü biləcək ki, ev həqiqətən kip evdir. Ev sahibi özü də təmirlətdirib. Hər şey qaydasındadır, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmanına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seç al əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 85 min start qiymətdir, hörmətli izləyicilər. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satanı da. Sənədi də adres ünvandır, qeydiyyatdır. Bunu da nəzərinizə çatdırım. Evin hal-hazırda ünvanı qeydiyyatı var. Alan adam da adına yəni promonik